Mən Gülalıyeva Hicran Məzahir qızı. 43 ilə yaxındır, mən kommunalda işləyirəm, süpürgəsi. Birinci də yerim çoxdur, özüm şəkər xəstəsiyəm. Süpürürəm yerimi, qutarıram, Fərhad var nəzarətçidir, müdiriyyəti də ürgədir. Mənə geri oturma, git kimsə ofiskə sıxsa, yerinə sən süpürəsən. 5-ci gün mən qutarım işimiz nə, saat 1-də oranı qutarmışam. Evə gedəndən sonra 5-ci gündən bəri 3 dəfə skor gəldi mənim üstümə. Aparıblar, həkim götürmür, geri aparın Sabravada, emeklək olsun bombaşı. Bu bir də əsəbləşsə, bu paraliz keçirdəcək. Bunu kim eləyir? Fərhad eləyir. Süpürür, deyirəm Fərhad, bu boyda yer süpürmə, deyir qışqırma, səviyyəsiz adamsız, arvadların hamısını həqqı bezdirib, kimə geçirsiniz ondan şikayət edəcək. Deyir, sən məndən deyir aşağısan, səviyyədən aşağısan. Mən də geçim icraya, İlkin müəllimin yanına. Dedim müəllim, bu Fərhadın harası məndən səviyyədə yuxarıdır? Dedim, ola bilər səviyyədə yuxarı, çünki mən süpürəm, təmizliyə görə pulu alır, qoyur cibinə.